Qərbi Azərbaycan, xüsusilə də İrəvan şəhərindən deportasiyaya məruz qalaraq Azərbaycanda məskunlaşan ziyalı, ictimai xadimlərin ictimaiyyətə tanıdılması ilə bağlı görüş təşkil olundu. Ulu öndərimiz belə inamla Qərbi Azərbaycanlılarla görüşəndə dedi ki, biz qayıdacağıq. Biz o Göyçiyə, o gözəl göllərin yanına gedəcəyik, Zəngəzura, Vedibasara, İrəvana qayıdacaq sözündən sonra düzü artıq fikirləşdim ki, bu məsələ ilə doğrudan da daha ciddi və daha geniş məşğul olmalıyıq. Vətəndaşların sosial rifahı naminə İctimai Birliyinin sədri İradə Rizazadənin moderatorluğu ilə keçirilən tədbir Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasındakı çıxışının Qərbi Azərbaycana aid olan hissəsinin təqdim olunması ilə başladı. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq və bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlət üzərinə düşür, ictimai təşkilatlar. Daha sonra İradə Rizazadə tədbir haqqında danışdı. Ulu öndərimiz Heydər Əliyevin Qərbi Azərbaycanlılar qarşısında siz o torpaqlara, Göyçəyə, Zəngəzura, Vedibasara, İrəvana qayıdacaqsınız sözlərindən ilhamlanaraq bir vətəndaş cəmiyyəti nümayəndəsi kimi hansı işləri gördüklərindən danışdı. Bildiyiniz kimi İrəvan xanlığı, İrəvan torpağı, İrəvanda olan tarixi abidələr, mədəni irs və əsasən bütün təsiri də orada göstəribdir ki, məhz bu torpaqda Azərbaycanlılar doğulub, yaşayıblar. Sadəcə illər boyu neçə dəfə onlar həm qaçqınlıq həyatını yaşayıblar, soyqırıma məruz olublar və biz də bu məsələləri, bu günləri artıq bir təşkilat kimi bu tədbirlərin davamına nail olmaq istəyirik. Çünki Ulu öndərimiz Heydər Əliyev hələ birinci öz çıxışlarında ki, çox ürəklə Qərbi Azərbaycanlıların qarşısında dedi ki, biz o torpaqlara qayıdacaqsınız, o Göyçəyə qayıdacaqsınız, Zəngəzura, Vedibasara, İrəvana. Mən düşündüm ki, bir vətəndaş cəmiyyətinin nümayəndəsi kimi mən bu işdə hansı işləri görməliyəm. Düzdür, mənim əsas bacarığım oldu foto sərgilər, insanlarla görüşü keçirmək, onların fikirlərini, onlardan sənədləri toplamaq və müəyyən sərgilərin həm Azərbaycanda, həm də Azərbaycandan kənarda o sərgiləri keçirmişəm. Beynəlxalq ictimaiyyətə çatdırmaq istəmişəm ki, bəli, bu torpaqlarda olan bütün tarixi abidələr, mədəni irs, təsir göstəribdir ki, bu torpaqlar bəs məxsus olub Azərbaycanlılara. Daha sonra yeni tarixi faktların, milli mədəni irsimiz, tarixi şəxsiyyətlərimizə dair məlumatların toplanması ilə bağlı Qərbi Azərbaycan, xüsusən İrəvan şəhərindən deportasiyaya məruz qalaraq Azərbaycanda məskunlaşan ziyalı, ictimai xadimlər çıxış etdilər. Çox təəssüflər olsun o vaxtın hadisələrinə görə, üzrü səbəblərə görə biz köçüb gəlmişik Bakıya və indi hal-hazırda Əlyazmalar İnstitutunda işləyirəm, akademiyanın Əlyazmalar İnstitutunda işləyirəm. Qərbi Azərbaycan və Qarabağ Əlyazmaların tədqiqi şöbəsinin baş mütəxəssis vəzifəsində işləyirəm və müraciət edirəm sizin vasitənizlə bütün İrəvanlılara, bütün Qərbi Azərbaycan olan
ailələrə onlarda qalan nə əlyazmalar varsa, əski əlifba ilə yazılan əlyazmalar varsa, xahiş edirəm bizə təqdim eləsinlər və onların o qohumlarını, ulu babalarını, nənələrini, onların yazılarını biz işıqlandıraq. Bugünkü tədbirdə iştiraka görə minnətdarlıq bildirirəm rəhbərliyinə, mənə dəvət ediblər. Mən də qoşuluram İrəvan xanlığının ziyalılarına, özüm İrəvandan olmasam da İrəvan xanlığının ziyalılarına qoşuluram və onlara bütün bacardıqca müxtəlif tədbirlərdə kömək etməyə hazıram. Özümün təcrübəm, 40 illik mədəni maarif işində olan təcrübəm, bu təcrübəyə istifadə edib, bütün Azərbaycanda, müxtəlif zonalarında belə bir məclislərin, belə bir çıxışların, belə bir toplantıların mütləq keçirilməsində köməklik göstərəcəyəm ki, hamı bilsin möhtərəm prezidentimizin qayıdış planına əsaslanaraq biz də belə bir ruhlanıb, belə tədbirlərdə iştirak edirik, çalışırıq ki, inşallah gələcəkdə İrəvan da, necə ki Şuşa artıq bizimdir, İrəvanımız da qayıtsın. Babam Molla Xəlil Qazı Naxçıvan İrəvan quberniyasının qazısı olubdu. Çox məşhur adam olubdu. Çox xeyirxah adam olubdu. O təsəvvür eləyən ki, kasıb, küsub adamlara əl tutubdu, xeyriyyəçiliklə məşğul olubdu. Onun 5 evladı olubdu, oğlan evladları olubdu. Onların birisi mənim babam Həsən bəy Qayseridir. O seminariyanı qutarıbdı, rus dili müəllimi olub işləyibdi. Yerevanda rus dilindən dərs deyibdi. 21-ci ildə ermənilər ki, vəzifəyə gəliblər, Sovet devri yaranıbdı, onda bunu işdən çıxardıblar. Uzun müddət işsiz qaldığı üçün məcbur olubdu ailəsi ilə bir yerdə Naxçıvana köçsün. Atam 1907-ci ildə İrəvanda anadan olub, həmişə İrəvan haqqında həsrət hissi ilə bizə danışırdı, gözləri dalırdı və bizə uşaqlara, öz uşaqlarına deyirdi ki, mənim xoşbaxt illərim keçdi İrəvanda, amma 1918-ci ildə o ki soyqırım, mən deyərdim ki, genosid Azərbaycan xalqına ermənilər genosid yaradıblar. 1918-ci ildə bütün ailə baş götürüb, məcbur oldu qaçmaq. Qaçıblar. Böyük qardaşın ailəsində atam böyüyüb, amma böyük qardaşı da ermənilər öldürüblər. Onlar İrəvandan qaçıblar, pənah gətiriblər Gəncəyə. Ermənilər Gəncəyə də gəliblər, oradan da qaçmaq məcbur oldular, Ağdaşa gəliblər. Ağdaşda da mənim anamı gördü, ailə qurdular. Mən həmişə deyirəm ki, sülh olsun Ermənistanla, amma çağırıram bizim xalqımızı unutqan olmayaq, heç vaxt unutmayaq erməni xislətini, heç vaxt unutmayaq. Yoxsa Allah eləməmiş bizim gələcək nəslimiz yenə bu faciəni görər. Bildirmək istəyirəm ki, bugünkü möhtəşəm tədbir iştirak etdiyimə görə çox qürurluyam, çox xoşbəxtəm. Çünki körpə yaşlığımdan bəri mən özümü tanıyandan bizim evdə daim İrəvana aid olan böyük sevgi bizə ötürülüb. Daim İrəvanda olan xatirələr danışılıb və çox ümid edirəm ki, həm babam İsrafil müəllim böyük yarısı olub, həm də ki, bizim prezidentimiz, Ali Baş Komandanımız dediyi kimi biz mütləq şəkildə öz ulu torpaqlarımıza qayıdacağıq və o gözəl yerləri mütləq şəkildə görəcəyik və o zövq alacaq o gözəllikdən. Sonda İradə Rizazadə gələn qonaqlara təşəkkürünü bildirdi və çay süfrəsi arxasında müzakirələrini davam etdirdilər. Hüsniyyə Salmanova, Samir Əliyev, Bu Gün TV.